bütöv Azərbaycan hesab edirəm. Kim demiş ki, İran bir Aryan ülkəsidir? Kim demiş ki, İran Fars ülkəsidir? Belə bir şey yoxdur tarixdə. Bu yazılmış tarixlər hamısı yanlış tarixlərdir. Son 100 illikdə yazıldı. Hamısı yanlışdır. Kim demiş ki, İran Farsistan? Bütün İran Azərbaycan da deyə bilər. Ayrıca Azərbaycanın Dərbənddən Həmədana qədər olan o coğrafi tarixçilər Azərbaycana bir coğrafiya çəkiblər. Dərbənddən Həmədana qədər. Bu özü də mübahisəlidir. Rəcəb Albayrakın Türklərin İranı kitabında Azərbaycanın coğrafiyası Dərbənddən Həmədana qədər çəkilmir. Daha geniş bir ərazi çəkilir. Əbülfəz Elçi bəyin bütöv Azərbaycan xəritəsində də Azərbaycanın coğrafiyası Dərbənddən Həmədana qədər çəkilməyib, Kəngər körfəzinə qədər çəkilir. Yəni bu xəritəni necə dəyərləndirirsiniz? Bütöv Azərbaycan ocaqlarının təqdim etdiyi xəritədir. Bu bütöv Azərbaycan ocaqlarının təqdim etdiyi xəritə Əbülfəz Elçi bəyin bütöv Azərbaycan birliyində çəkdirdiyi xəritədir. Bu xəritəni mən normal, məqbul hesab edirəm. Amma bir daha deyirəm, bu xəritə də dəyişilə bilər. Yəni, bu daha genişlənə bilər. Söhbət gücdən gedir. Güclüsənsə, daha geniş ərazilər götürə bilərsən. Çox gözəl. Məsələn xanım, güclüsənsə elə buradan davam edək. İstəyirəm tez şəklində danışaq ki, çoxlu suallarım var sizə. Madam ki, güclüsənsə, o zaman bəs beynəlxalq hüquq, İranın ərazi bütövlüyü prinsipi var. Siz mənim İrana münasibətimi bilirsiniz. Amma bir də məsələyə beynəlxalq hüquq çərçivəsindən baxaq. Azərbaycan, üzr istəyirəm, fikrimi bitirim. Əgər Quzey Azərbaycan 92-ci ilin mart ayının ikisində BMT-yə mövcud sərhədlərlə qəbul edilməsəydi, bəlkə də biz Qarabağı çox rəng olmuşdur. Mən buna görə deyirəm ki, nə dərəcədə biz güclü olmalıyıq ki, beynəlxalq səviyyədə qane etməliyik tərəfləri. Buyurun. Birinci, bu Qərbi Azərbaycan məsələsi gündəmə gələndə də bir çox jurnalistlər mənə sual verdi ki, biz Ermənistanı necə Azərbaycan torpağı hesab edə bilərik? Beynəlxalq hüquqda Ermənistan tanınır. Eyni sualı siz də verirsiniz İran üzərində. Rüfət bəy, əgər beynəlxalq hüquq, yəni sərhədlərin toxunulmazlığı və dəyişilməzliyi prinsipi belə qorunursa, onda Böyük Orta Doğu projesi nədir? Əgər sərhədlərin dəyişilməzliyi, toxunulmazlığı prinsipi qorunursa, İsrailin bütün Fələstin torpaqlarını öz ərazisinə daxil etməsi nədir? Ermənistanın Qarabağı işğal etməsi nədir? Amerikanın İraqı işğal etməsi, Əfqanistanı işğal etməsi, Suriyanı işğal etməsi nədir? Suriya dövlətinin də siyasi sərhədlərinin toxunulmazlığı Birləşmiş Millətlər Təşkilatında tanınmışdı, İraqıncı da tanınmışdı, Əfqanistanlıcı da tanınmışdı, Ukraynanıcı da tanınmışdı, düzdür və elə Azərbaycanlıcı da tanınmışdı. Bəs onda bölgəmizdə beynəlxalq hüquq prinsipləri niyə pozulur? Amerikanın və İsrailin ortalığa çıxartdığı Böyük Orta Doğu projesi, Türkiyənin parçalanması, İranın parçalanması, İraqın Suriyanın parçalanması, beynəlxalq hüquq prinsiplərinin pozulması demək deyilmi? Əgər pozulması deməkdirsə, niyə Amerika və İsrail ortalıqda belə xəritələr çıxarır? Bugün İraqda bir Kürdistan var, Suriyada bir Kürdistan var. Əgər beynəlxalq hüquq prinsiplərinin qorunması BMT tərəfindən, gözlənilməsi, qorunması BMT tərəfindən həyata keçirilirsə, niyə İraqda Kürdistan yaradıla bildi? Niyə Suriyada Rojava adlı bir Kürd muxtarlığı yaradıla bildi? Niyə Qarabağda ATƏT Minsk qrupu, ATƏT-in həmsədrləri Fransa, Rusiya, Amerika Qarabağda erməni dövlətinin yaradılmasına bu son 30 ildə cəhd etdilər? Deməli, beynəlxalq hüquq elə o hüququn toxunulmazlığından danışan ölkələrin özü tərəfindən pozulur. O zaman və söhbət Güney Azərbaycandan, Qarabağdan gedirsə, əslində bizim torpaqlarımızda kənar güclərin dövlət qurması bizim hüquqlarımızın pozulmasına gətirib çıxarır. Qaldı ki, mən demirəm ki, Quzey Azərbaycan İranı işğal etsin və bütöv Azərbaycan qursun. Mən heç vaxt belə bir söz deməmişəm. Əksinə, mən son yazımda uyarı yapmışam. Azərbaycanla İran savaşmamalıdır. Savaşı durdurun. Bu savaş Azərbaycana, İrana heç bir yaxşılıq və bölgəmizə heç bir uğur gətirməyəcək. Gəldik söhbətimizin əvvəlinə, hörmətli Yasəmən xanım. Elə gəldik əsas mövzumuza. Necə ki, İsrailin Xarici İşlər Naziri deyib ki, biz İran regionumuzu təhdid edir, İrana qarşı hərəkət etməli, İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməli. Yəni, Azərbaycanı yanında görür. Bu təbiidir, yəni Azərbaycan illərdir İsraillə strateji partnyordur. Silah verib, satıb, Azərbaycanda hərbi sənaye inkişafına yardımcı olur. Bunları anlayırıq. Amma siz deyirsiniz ki, İsrail və İran, yəni o yazınızda da belə söylüyor, İsrail və İran arasındakı bu qarşıdurma məsələnin görünən tərəfi, görünməyən tərəfində hər hansı bir qarşıdurmadan söhbət gedə bilməz və Azərbaycan bu məsələdə
Bunu da mən əlavə edirəm. Bu məsələdə qurbanlıq ola bilər. Elə mi anlayıram? Mən deyirəm ki, İranla İsrailin arasında nə problem var, özləri bilər. Azərbaycan, İran və İsrail arasındakı qarşıdurmalarda o oyunçu olmasın, qarışmasın. İsrail Azərbaycanın müttəfiqi ola bilər. Amma Azərbaycan öz maraqları var, İsrailin öz maraqları var. Mən deyirəm ki, Azərbaycan, İsrail, İran arasındakı gərginliyə qarışmasa yaxşı. Azərbaycanın da İranla problemləri var, əlbəttə. Və bu problemləri başladan Azərbaycan deyil, İrandır. Zəngəzur dəhlizi məsələsində İranın Ermənistana dəstək verməsi, Qarabağın ermənilər tərəfindən işğal edilməsində dolayısıyla Ermənistana dəstək verməklə bu işğalda iştirak etməsi. Əlbəttə İran Azərbaycanla bütün körpüləri yandırır. Amma mən deyirəm ki, hər halda diplomatiyadan, diplomatik gücdən, danışıqlardan istifadə edib münasibətləri savaş səviyyəsinə çatdırmaq doğru deyil. Mən deyirəm ki, İran, əlbəttə biz İran dəyişməsini istəyirik. Biz İrandan Molla rejiminin dəyişməsini istəyirik. Amma mən deyirəm ki, bu savaşla deyil, İrandakı türk hərəkatını dinc yollarla gücləndirməklə biz İranda dəyişim istəyirik. Biz İranla savaşarsaq, bu savaş nə ilə nəticələnəcək? Bu çox riskli bir məsələdir. Baxın, əgər Azərbaycan İranla savaşa girəcəksə, İranın da müttəfiqləri var. İranın yanında, baxın, faktik olaraq bölgəmizdə Ermənistan, İran, Hindistan, Fransa müttəfiqliyi var. Faktik olaraq. Bu savaş sadəcə Azərbaycan və İran arasındakı regional bir savaş olmayacaq. Bu savaş böyüyəcək. Mən bunu demək istəyirəm. Mən bundan ehtiyat edirəm. Bəli, Azərbaycanın yanında Türkiyə var. Azərbaycanın yanında Pakistan var. Amma Pakistan bu müharibəyə qoşulduğu təqdirdə Hindistanın da qoşulma riskləri çoxdur. Və Ermənistanla Azərbaycan arasında gedən müharibə lokal bir müharibə idi. Lokal bir müharibə idi, çox da geniş yayılmadı. Amma İranla Azərbaycan arasında gedən müharibə lokal müharibə olmayacaq. Bu müharibədə İsrail də iştirak edəcək, Amerika da bura qoşunlarını tökəcək, Rusiyanın zaten burada Qarabağda qoşunları var, Rusiya da bir bəhanə ilə bu bölgəyə girəcək və belə deyim, Suriyada yaşanan olaylar, o maraqlar çatışması indi də İran və Azərbaycan bölgəsində o maraqların çatışması və qarşıdurmalar güclənə bilər. Yəni lokal müharibə böyüyə bilər. Bir çox dövlətlər bura qarışa bilər. Ona görə də Azərbaycan və İran tərəfi ikisi də bu savaşı dayandırmalıdır.